Vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzinin hazırladığı 20 sınaq toplusundan bir nömrəli sınağın suallarını izah edəcəm. Deməli, 1-dən 6-cı suala qədər dinləmə mətninin suallarıdır. Artıq 7-dən qayda başlayır. 7-ci sualda, deməli, birinci sözümüz mistake, səhv, yanlış deməkdir. Səhv sayıla bilən isimdir, ona görə qarşısında olacaq e artiklı. İkinci tərəfdə isə mistake cəmlənib deyə artikl vermirik. Cavab olur Y bəndi. İkinci sualda English-in nə olduğunu bilmək üçün cümlənin ardına baxmağımız kifayətdir. Burada isə language verib. Deməli, English dil adıdır. Dil adı yanında language sözü olardısa, yəni burada language sözü gələrdisə qarşısına Z verərdik. Burada içində olmadığı üçün article vermirik. Second, sıra sayıda olacaq Z artiklı. In the world-da vahidlərin içərisində öyrənirik. Biz bunu həmişə Z artiklı ilə işlənir. Ona görə cavab olur D bəndi. 9-da government sözü olur Z artiklı ilə həmişə. Important decision. Decision qərar deməkdir və sayıla bilən isimdir. Important isaiti ilə də başladığına görə burada veririk an artiklı. Last'ın, next'in qaydası isə budur ki, özlərindən sonra zaman mənalı söz gələndə artikl vermirdik. Hər hansı bir isim gələndə artikl verirdik. Yəni, mas sözü burada ay zaman mənalı sözü olduğu üçün burada da artikl vermirik. Cavab olur ona görə Y bəndi. 10-cu sualda doctor da sayıla bilən isimdir, patient da sayıla bilən isimdir. Hər ikisinə artikl veririk. Yəni, normalda qalırıq A və C arasında. Amma belə də düşünəndə doctor D samiti ilə başladığına görə biz burada an artiklı verə bilmirik. Cavab olur A bəndi. Sonra 11-ci sualda a lot of qaydasıdır bu. İkinci tərəfdə isə streets cəmdədir deyə heç bir artikl vermirik. Cavab olur A bəndi. Sonra 12-ci sualda boy, oğlan, yard, həyət. Mən oğlanı gördüm. Artıq oğlan məlumdur. Ona görə olur Z artiklı. In the yard, həyətdə yenə də olur Z artiklı. Cavab olur Y bəndi. She is the only child olacaq burada. Only'yə an only child da verə bilərdik. Amma ora an versək, gələk family sözün qarşısı boş qalsın. O da family sayıla bilən isim daxı mütləqdir ki, ora artikl düşsün. Ona görə cavab ikisində də olacaq Z artiklı. Sonra 14-də way, yol sözü sayıla bilir deyə olacaq a wonderful way. Digər tərəfdə isə olacaq about the world. World sözü həmişə Z artiklı ilə işlənir. Sonra 15-ci sualda uncountable sayıla bilməyən isimlər istəyir. Episode sayılır, people cəmdədir, sayılıb. P, noxud sözü istisnaların içindədir, sayıla bilən isimdir. Amma toz, bilik və məsləhət sözü sayılmır. Cavab ona görə olur 3, 4, 5. 16-cı sual yiyəlik hal qaydasıdır. 2-də səhvimiz odur ki, she təki cəmi eyni olan isimdə ona S bitişməzdir. 4-də isə səhvimiz odur ki, qabağında Z artiklı varsa bu cəmlənib apostrof verilməlidir. Daha digər S-ə gərək yox idi. Ailə bildirən soyadın yiyəlik halının düzəlmə qaydasıdır. Cavab olur 1-lə 3, yəni B bəndi. 17-ci sualda cümləyə baxaq. Burada artikl qaydasıdır. Deməli, Caspian Sea sövzəsi qarşısında olmalı idi Z artiklı. Student sayıla bilən ismi gələk a lazy student olardı. C bəndi doğru olacaq. D də worst sifətin o dərəcəyə salınmış formasında üstünlük dərəcəsində Z artiklı olmalı idi. Fastest üstünlük dərəcəsində yenə də işlənməlidir Z artiklı ilə. 18-ci sualda plural, yəni cəm ismi soruşur bizdən. Knowledge sayılmayan isimdir, cəmlənməz. Sonu icısı olanlar təkdə sayılırdı. Mouse sözündə cəm forması bu cür olurdu. Mice, ona görə bu da səhvdir. Cavab qalır A bəndi. 19-cu sualda bizdən soruşur mürəkkəb isimləri. Burada hood şəkilçisi var, çıxaq. Ment şəkilçisinə görə çıxdıq. Yenə də ment şəkilçisinə görə çıxdıq. German sözü isə sadə idi. Cavab qalır B bəndi. Burada çaşdıra bilənsi worship olardı. O isə shiplə, sonu shiplə olan istisnaların içindədir ki, mürəkkəb isimdir. 20-də yesterday, today, tomorrow sözünə heç vaxt S bitişməz. 5 sözüdürsə özündən sonra gələn isim, yəni 5 deməkdir bu. Özündən sonra gələn isim cəmdə olmalı idi. Burada ümumiyyətlə, əndlə bağlanan iki isim, iki adam adı gələrsə, həmişə burada gələn ismə diqqət eləmək lazımdır. Məsələn, tail quyruq deyir. Bu, heyvanların bədən üzüdür. Bu deməkdir ki, hər ikisinə apostrof verilməlidir. Yəni, sıçanların öz quyruğu, pişiklərin də öz quyruğu. Ona görə bu da yanlış sayılır.
Amma 5 doğru olur, çünki 5-dan sonra cəm gəlibdir və apostrof verib doğrudur. Cavab olur 2 və 5. Sonra 21-də mənaya baxmaq lazım idi. Slice dilim deməkdir. Bir dilim məsləhət olmaz. Loaf çömbə deməkdir. Bir çömbə düyü olmaz. Amma bir kisə un demək olar. Və yaxud da ki, bir butulka, bir şüşə, yəni meyvə şirəsi demək olar. Cavab olur 3, 4. Sonra 22-ci sual mübtəda xəbər uzlaşmasıdır. Deməli, disabled əlillər deməkdir. Demişdik, sifətlər isimləşərkən qarşısında z artikli olur və xəbəri cəmdə olur. Ona görə A bəndi doğru olacaq. B-də polis həmişə cəm isimdir. Shows yox, gələk show olaydı, xəbəri də cəm olaydı. Young isimləşmiş sifətdir və bunun xəbəri cəm respect olmalı idi. The last course students cəmdirsə burada is yox, are olmalı idi. A lot of tourists yox, tourists cəmdə olmalı idi. Cəmləmədiyi üçün yanlışdır. Cavab qaldı A bəndi. Keçdik mətnimizə, onu tərcümə eləyək birincisi. Abşeron yarımadasından çıxan təbii qaz evidir, yanardağın, nadir geoloji ərazinin. Yerdən çıxan təbii qaz daimi olaraq yanır burada. Səyahətçilər görüblər onu 1000 illər əvvəl və yazıblar təbii alovlar haqqında, hansı ki heç vaxt sönmür torpaqda, suda, dənizdə. Yanardağ tarixi və təbii qoruqdur və səyahətçilər arasında məşhurdur. Deməli, o möcüzədir və Allah tərəfindən hədiyyə olaraq verilibdir. Azərbaycan tanınır odlar yurdu olaraq Abşeron yarımadasına görə. Daha çox Abşeron yarımadası üçün odlar yurdu olaraq tanınır. Həm çoxlu yerlərinə görə, harda ki, deməli, torpaqdan çıxan qaz yanmağa başlayır. Bu günlərdə 12 bu cür yanğınlar vardır. Respublika boyunca 12 belə yanğın növü vardır. Yanardağ, deməli, Məhəmmədi kəndindən not far from, çox da uzaq olmayan Bakının north, şimalında yerləşir. Yəni 10 Abşeron, Peninsula Abşeron yarımadasında. Bu bənzərsiz, deməli, təbii hadisə formalaşıbdır. Land, torpaq relyeflərindən və ibarətdir çoxlu əsasən bataqlıq qazlarından, hansı ki güclü təzyiqdən sonra surface, səthə çıxır. Digər təbii hadisələrdə əlaqəlidir qaz püskürməsi ilə, partlayışı ilə, buna da daxildir palçıq vulkanları. Azərbaycanda dünyadakı palçıq vulkanlarının geniş sayda növü var. Yəni, Azərbaycanda daha doğrusu daha genişdir bu palçıq vulkanları. Onlar əsasən ibarətdirlər bataqlıq qazlarından və həmçinin digər hidrokarbonlardan və effektiv qazlardan. Var 300 palçıq vulkan Azərbaycanda. Ən böyüyü Qalmaz, Torağay və Böyük Kəniz dağıdır. Palçıq vulkanları nəticəsində, palçıq vulkanlarının fəaliyyəti nəticəsində 8 ada Bakı arxipelağında əmələ gəlmişdir. İndi baxaq bir-bir suallara. Deməli, 23-cü sualda bizdən correct, doğru variantları soruşur. Deyir, Azərbaycan məşhur olubdur dünyada Land of Fire, odlar yurdu olaraq. Bəli, burada deyir, Azərbaycan tanınır odlar yurdu olaraq. Deməli, bir doğru olacaq. İkinci sualda, yanardağ Bakının cənubda yox, şimalında yerləşirdi. 2 yanlışdır. Üçüncü sualda deyir ki, bir neçə səyyah gəliblər bura və dənizdə görüblər bu təbii, elə bil ki, alovlar haqqında yazıblar. Burada isə deyir ki, 2000 illər əvvəl gəldilər və bu alovlar haqqında yazdılar, hansı ki heç vaxt sönmürdü.
torpaqda, nə də suda sönmürdü, yəni dənizdə. 4-də isə deyir ki, yanardağ Azərbaycanın təbii, üzr istəyirəm, Azərbaycanın geoloji bir hissəsi hesab olunur. Eynilə bu cümlə burada keçir. Ona görə cavab olur 1, 4. Mətn əsasən nə haqqındadır deyir. Mətn nə haqqındadır? Ada deyir ki, palçıq vulkanların fəaliyyəti. Xeyr, palçıq vulkanlardan sadəcə 3-cü paraqrafda keçirdi. Yəni palçıq vulkanlarından danışırdıq, elə bütün mətn onu əhatə eləyərdi. B-də təbii alovlar haqqında. C-də deyir ki, yanardağın tarixi. Yanardağın tarixi haqqında da olsaydı, gərək onun yaranmasına ilk gündən bu günə qədər danışardı. D bəndində deyir ki, dünyanın möcüzə, bəli, D bəndi olacaq. Dünyanın möcüzələrindən biri haqqında. 25-də deyir ki, deməli, nə bu bənzərsiz təbii hadisəni formalaşdırıbdı? Nə formalaşdırıbdı? Deməli, A bəndinə baxaq. Bəli, elə A bəndi olacaq ki, baxın, eyni burada keçir. Təbii formalaşdırıbdı. Torpaq relyefləri. Elə cavab olacaq A bəndi. Eyni cümlə oradadır. Sonra 26-cı sualda, deməli 26-cı sualda bizdən digər təbii əlaqəlidir nələrlə? Təbii qoruqlar haqqında biz heç nə oxumadıq. Azərbaycan yarımadası ilə də heç əlaqəsi yoxdur. Cavab olacaq qaz püskürməsi və çoxlu sayda palçıq vulkanları. İndi mətndə də onun yerini göstərək. 3-cü abzasdaydı. Baxın, birinci cümlədə deyir ki, əlaqəlidir qaz püskürməsi ilə, daxildir buna palçıq vulkanları. Sonra 27-ci sualda, 27-ci suala özümüz öz fikrimizlə cavab verməliyik və ən azı, burada bildirir ki, ən azı 3 cümlə qurmalıyıq. Deyir ki, Azərbaycan daha başqa nə ilə məşhurdur? Bu 27-ci sualda hərə öz istədiyi kimi, yəni 3 cümlə ilə fikrini tamamlayacaq bir şey haqqında yaza bilər. Yəni istəyən Azərbaycanın məsəl üçün çaylarından, dənizlərindən danışa bilər, istəyən Xəzər dənizindən danışa bilər, istəyən tarixi tikililərindən danışa bilər və s. istəyən məsələn mətbəxindən, yəni yeməyindən danışa bilər. Fərqli-fərqli bir şeylərdən danışa bilər. Amma mən burada kiçik bir mətn hazırlamışam, ona baxaq. Məsələn, belə bir cümlələrdən kiçik bir esse hazırlamışam. Deməli, bu maraqlı bir mövzudur. İlk olaraq mən demək istərdim ki, Azərbaycan məşhurdur onun zəngin culture and tradition adət-ənənələrinə görə. It's well known. Bir də ki, çalışın bir sözü, məsələn, famous da məşhur deməkdir, well known da məşhur, tanınır deməkdir. Yəni famous təkrar verə getməyin. Bir dəfə famous verin, bir dəfə well known verin. Yəni bir sözün sinonimlərindən istifadə edin. Burada da well known məşhurdur. Muğam musiqisinə görə, dadlı mətbəxinə görə, dolma, plov və s. və beautiful carpets, gözəl xalçalarına görə ölkə həmçinin də popular, məşhurdur. Artıq görürsünüz, birində famous, birində well known, birində popular vermişəm. Hər biri də məşhur deməkdir. Xəzər dənizinə görə və müasir paytaxt şəhəri Bakıya görə məşhurdur. 28-ci sualda, deməli 28-ci sualda belədir ki, biz bu cümləni mətndə tapırıq və ən azı 2 sözü dəyişməliyik. Deməli, həmin cümlə, məsələn, bizdə birinci cümlə ola bilər. İndi burada nəyi dəyişə bilərik? Məsələn, baxıram ki, home sözünü dəyişib house eləmək olar. Sonra, geological site isə dəyişib, məsəl üçün, location eləyə bilərik bu söz. Location. 2 sözü dəyişdik. Sonra, keçək 29-cu suala. Deməli, unique, yəni bənzər paragraf 2-dəki unique sözü, bənzərsiz sözünün close meaning, yaxın mənalısını soruşur. Bənzərsiz tək deməkdir. Bunu verə bilərik single. Sonra 30-cu sualda isə definition'dır. Bizim cavabımız olacaq paragraf 3-də. Ən yaxşı deyir definition seçməliyik. Deyir hadisədir, nə zaman ki yanan qayalar atılır,
Vulkandan elə bil ki, yanar o qaya parçaları atılan bir hadisə necə adlanır? Bu da eruption sözüdür. Yəni püskürmə, partlayış. Eruption sözüdür. Üzr istəyirəm. Eruption. Aha, bu sözə indi gəlin mətndə baxaq. Görək mətndə 3-cü paraqrafda həmin sözün yeri hardaydı? Baxın, burada var həmin söz. Cavabımız olur eruption.